Bura Qəbələ şəhəri Heydər Əliyev prospektidir. Və gördüyünüz kimi mən Bəxtiyar müəllimin yanında olmuşam. Qəbələ rayon Dövlət Yol Polisinin rəisi Bəxtiyar Heydarovun yanında olmuşam. Mənə bildirir ki, həmən bax bu yol Heydər Əliyev prospektindəki olan bu yol ayrıcıdır. Bu obyektin qarşısında dayanmaq yol ayrıcı kəsməsi sürücülərin hərəkətinə mane olur. Və gördüyünüz bu yol ayrıcından üzü bu yana bu obyektin qarşısında dayanan hər hansı bir maşınlara cərimə göstərir. Amma hansı ki, bax, gördüyünüz kimi bu tərəfdə də obyekt var. Burada yol ayrıcı sayılır. Burada dayanan bu obyektdə və yol kəsməsi var. Amma burada nədənsə bu obyektlərin qarşısında dayanan sürücülərə, maşınlara cərimələr gəlmir. Eləcə də bax o tərəfdə də yolun o üzündə. Görürsünüz, həmən obyekt var. Həm orada yol ayrıcıdır, yol kəsməsidir. Nədənsə bax bu obyektlərdə də, bu yol kəsməsində də dayanan maşınlara, sürücülərə heç bir cərimə gəlmir. Yalnız bu göstərdiyim obyektin qarşısında dayanan sürücülərə cərimə tətbiq olunur. Xahiş edirəm bununla bağlı araşdırma aparılsın.